Yeni bir videodan hər birinizi salamlayıram. Bir çoxlarınız soruşur ki, ekranda olan hal-hazırda gördüyünüz bu hərəkətli divar kağızları necə qoyulur, hansı qaydada qoyulur? Bunun ödənişli və ödənişsiz yolları var. Mən istifadə etdiyim ödənişli yoldur. Kanalımızda videosu da var. Ekranda gördüyünüz bu videoda hansı qaydada alıb quraşdıra bilərsiniz. Bir dəfəlik ödəmədir. Yox, əgər siz deyirsinizsə ki, mən tam ödənişsiz istifadə etmək istəyirəm, ödəniş eləmək istəmirəm, elə isə yaxın oturun. İndi sizə hansı qaydada eləyəsiniz, onu izah eləyəcəm. Deməli, bunun üçün Microsoft Store-a daxil olacağıq. Bu Windows 10 üzəri üçündür. Yəni Windows 7-də Microsoft Store yoxdur. Windows 10 və 11 versiyalarında gördüyünüz bu Microsoft Store-un işarəsidir və 10-da, 11-də artıq Microsoft hesabı da məcburi hala gəlib. Yəni necə ki biz telefonda Google hesabı, Androidlərdə açırıq, iOS-da Apple ID açırıq, artıq Windows'da da Outlook hesabımız olmalıdır. Ondan giriş eləməliyik. Yəqin ki, əgər 10 və 11 istifadə edirsinizsə, bu girişi eləmisiniz, bu store'da artıq qeydiyyatınız var. Ona görə birbaşa proqrama keçirəm, Microsoft Store-a daxil oluruq və axtarış bölməsinə Lively Wallpaper yazırıq. Burada yazmamış da çıxdı artıq və bu proqramı seçirik. Və bunu indiririk kompüterimizə. Budur proqramın öz qalereyasında az da olsa hərəkətli divar kağızları var. Məsələn, Matrix. Matrix'i yüklədi. Burada artıq bir aktiv divar kağızı belə göstərir. Burada deməli bir neçə seçim gəlir burada. Əsas ekranda, burada ekran qoruyucu rejimində burada bir plugin ehtiyacdır. Biz əsas ekrana qoyacağıq. Təsdiqləyək, görək necə görünür. Bəli, budur. Bu qaydada hərəkətli bir divar kağızımız var. Başqa birini yoxlayaq. Bunu yoxlayaq. Bəli, bu da ikincidir, yəni yoxlamaq üçün yüklədiyimiz. Burada qalereya bölməsi var. Burada yazılıb ki, tezliklə, yəni qalereya bölməsi gələcək. Yəni buradan yükləmək, daha çox seçimlər gələcək. Ancaq burada bir bölmə də var. Burada əlavə et düyməsi var. Deməli, buradan YouTube-dan hər hansı bir videonu biz qoya bilərik ekrana və yaxud da YouTube videosu ilə o qədər də yəni inanmıram ki, ekranda o qədər rahat görünsün, amma bir yolu var, sizə onu izah edirəm. Deməli, Pexels saytı var. Bu saytda ödənişsiz stok şəkillər, videolar, musiqilər desən yoxdur. Ancaq şəkil və videolar var. Buradan video bölməsini seçək və bura bir
açar söz yazaq. Məsələn, maşın videosu istəyirik biz ekrana qoymaq üçün. Baxaq hansını seçirik. Misal videoya baxaq görək necə görünür. Deyək ki, belə bir video var. Bunu yükləyək. Yüklədik. Deməli, ekrana alıram ki, daha rahat olsun seçim. Deməli, buradan gördüyünüz kimi fayl seç. Belə bir bölmə var. Buradan həmin faylı seçirəm. Və yaxud mouse'la tutub bura belə deyim, sürükləyə də bilərik. Gördüyünüz bu video bayaq yüklədiyimizdir. Bunu seçirəm. Və videonun burada ad verə bilərik. Məsələn, mən yazıram test. Açıqlama filan da verə bilərik və təsdiqləyirik. Və budur, videonu artıq bizim qalereyamıza əlavə elədi. Bunu indi biz divar kağızı kimi buradan sağ düyməni vuraraq ikinci bölmədə Set as Wallpaper seçirik. Baxaq görək ekrana necə göründü və budur. Bu qaydada istədiyiniz videonu, yəni proqramın ən böyük üstünlüyü budur. İstədiyiniz videonu yükləyib istifadə edə bilərsiniz bu qaydada. Tam ödənişsiz bir tətbiqdir. Ödənişsiz qaydada əgər siz də ekranınız üçün hərəkətli kağızlar, hərəkətli ekran kağızları istəyirsinizsə, heç bir ödəniş eləmədən Lively Wallpaper-dən istifadə edə bilərsiniz. Bu günlük bu qədər. Əgər video sizin üçün faydalı oldusa, videonu bəyənməyi, kanalımıza da abunə olmağı unutmayın.